Son dəqiqə xəbərə bax da, xəbərə bax ki, xəbərdən xəbərdar ola biləsən. Dəyərli izləyicilərimizi, daimi tamaşaçılarımızı və kanalımızın abunəçilərini salamlayıram. Abunə olmayanlardan isə xahiş edirəm ki, kanalımıza mütləq abunə olsunlar ki, ən maraqlı yanaşmalarını da izləyə bilsinlər. Eyni zamanda yayımımızı bəyənməyi də unutmayın ki, sizin bəyənməniz sayəsində bizi daha geniş auditoriya izləyə bilsin. Boğçamız doludur, yenə də xəbər boğçamız doludur. Nələrdən danışacağıq, nələrə şərh verəcəyik, izləsəz xəbəriniz olacaq. Birinci ilə başlayaq. Qalib ölkənin qalib prezidenti İlham Əliyevin Ermənistanlı həmkarı, Ermənistanın baş naziri Nikol Paşinyanla zarafatından. İlk kim çıxış eləyəcək deyə cənab prezident Ermənistanın baş nazirindən soruşub. Maraqlı dialoq harda baş verib, diqqətinizə çatdırım. Deməli, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dhabi şəhərində Zayed İnsan Qardaşlığı mükafatının təqdim olunma mərasimi keçirilib. Prezident İlham Əliyev də tədbirdə iştirak edib. Azərbaycan lideri çıxışa başlamazdan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla birgə səhnəyə dəvət alarkən səmimi bir zarafat eləyib və cənab prezident deyib ki, biz indi razılığa gəlməliyik ki, ilk kim çıxış eləyəcək. Bu sözü deməklə cənab prezident bir daha qalib prezident olduğunu sübut eləyib. Razılığa gəlməliyik deyəndə həm də ki, biz sülh məsələsini də tamamlamalıyıq deyə bir sətiraltı məna da qeyd edib Azərbaycan prezidenti. Amma o səhnədə kimin ilk və ya son çıxış etməsindən asılı olmayaraq qalib həmişə qalibdir. Nikol Paşinyan da öz yerini bilməmiş deyil. Paşinyan gözəl bilir ki, Azərbaycan prezidenti olan yerdə birinci söz ona düşməz. Çünki bizim sözümüz imzamız qədər dəyərli və keçərlidir. Milli Məclisin üzvü deputat Vüqar Bayramov yenə də pensiya alanları sevindirdi. Nə dedi sevindirdi? Ənənəyə sadiq qalaraq bu dəfə də müjdəli xəbəri verdi. Dedi ki, yaxın günlərdə pensiya artacaq və bununla bağlı cənab prezident İlham Əliyev yenə də sərəncam imzalayacaq və pensiya alanlar pensiyalarını artımla alacaqlar. Nə vaxt baş tutacaq bu artım, pensiya alanlar artımlarını nə vaxt alacaqlar? Bu məsələyə də Vüqar Bayramov diqqət çəkib. Vüqar Bayramov qeyd edib ki, yaxın günlərdə bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9,2% artırılacağı gözlənilən pensiya artımı 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarının, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyalarını alan bütün vətəndaşlarımıza şamil ediləcək. 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnoz edilir. Yaşa görə orta pensiya isə 629 manata çatacaq. Bu məbləğ 2025-ci illə müqayisədə 7,9%-dən çox artım deməkdir. 2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətdə 17,1 milyard manat vəsaitin ayrılmasının da nəzərdə tutulduğunu deputat qeyd edib. Bu, 2026-cı ildə də sosial müdafiənin gücləndirilməsinin əsas prioritetlərindən olaraq qalacağından xəbər verir. Bəli, fevral ayı, belə deyək ki, pensiya alanlar üçün ən gözəl aydır. Niyə? Çünki cənab prezident hər il sərəncam imzalayır və pensiyalarının artırılması ilə bağlı və digər növ təqaüdlərin də artırılması ilə bağlı prezidentin sərəncamı olur və yanvar ayının 1-dən qüvvəyə minən artımlar fevral ayında, yanvar və fevral ayı birlikdə olaraq pensiyaçılara, sosial yardım alanlara verilir. Ona görə də pensiyaçıların, belə deyək də, ən varlı və pullu olduqları ay məhz fevral ayıdır. Yenə də bu ay siz sevindirici məbləğlər görəcəksiniz.
Adı ilə söz etdirməyi bacaran Şəmsi Səmədzadə həbs olundu. Yəqin ki, Şəmsi adı sizə tanış addır. Yəqin ki, gözünüzün önünə hansısa kadrlar gəldi. Yəqin ki, xatırladınız bu hansı Şəmsidir. Bəli, bu elə o Şəmsidir və Şəmsi həbs edildi. Belə ki, tanınmış iş adamı Şəmsi Səmədzadənin saxlanıldığı xəbəri verilir. Şəmsi Səmədzadə Gürcüstan ərazisində saxlanılaraq həbs olunub. Azərbaycanlı iş adamı Gürcüstan dövlət tərəfindən malqara oğurluğunda ittihamı olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi də başlayacaq. Məlumatı Şəmsi Səmədzadənin ailəsi də təsdiq edib. Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək ömürlük cəzaya məhkum edilib. Şəmsi Səmədzadə prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb. Və burada bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm, dəyərli izləyicilərimiz. Necə ki, xəbərə başlamamışdan öncə dedim, yəqin ki, xatırladınız Şəmsini. Deyir ki, Allah heç kəsi biabır eləməsin. Amma indi sosial şəbəkələr dövrü olduğundan atdığımız hər addımı hesablamaq məcburiyyətində qalırıq ki, Şəmsi Səmədzadə öz addımını hesablaya bilməmişdi. Onun bir görüntüləri yayımlandı. Təbii ki, detallara varmayacağım, çünki ümumiyyətlə bunun ətrafında danışmağın özü belə utanç vericidir və bu şəkildə gündəm oldu. İndi malqara oğurluğunda ittiham olunaraq tutulması məsələsi də elə onun qədər biabırçı məsələdir. Çünki bir iş adamın malqara oğurlaması bilmirəm əslində gülməlidirmi, ağlamalıdırmı, düşünmək lazımdırmı bunun ətrafında, yoxsa əşi onsuz da həbs cəzası yatan yenə də can atır ora getməyə. Yoxsa beləmi yanaşmalıyıq, bilmirəm. Bütün hallarda yəni ömürlük həbs cəzasına məhkum olunan birisi prezidentin humanist addımı ilə, əfv sərəncamı ilə azadlığa çıxan birisidir. Amma görünür ki, heç həyat tərzi dəyişməyib. Necə deyərlər, canında var da Şəmsi Səmədzadənin. Qozbeli qəbir düzəldər sözünü atalarımız əbəs yerə deməyib. Sahibkar olasan, sonra da səni birinci öz həmcinsinlə hardasa yaxalayalar, tutalar. Bu bir biabırçılıq, sonra da mal qara oğurluğunda ittiham eləyəsin. Allah heç kimin üzünü qara eləməsin. Meyxanaçı Rüfət nasosunu da şikayətləndi. Nədən şikayətlənib? Aparıcılıqdan şikayətlənib. İstədim bir anlıq düşünüm ki, Rüfət nasosunu niyə aparıcılıqdan şikayətlənsin ki? Sonra dedilər, bəs xəbərin yoxdur, Kanal S-də veriliş aparır Rüfət nasosunu. Bu veriliş Rüfəti nətər yorubsa, deyib heyf deyil fonoqram. Göl kimi qoyuruq, yalandan ağzımızı açıb yumuruq. Sən demə, aparıcılıqda ağız açıb yummaq lazım deyilmiş, danışmaq lazımıymış. Və bu da Rüfət bəyə çətin gəlib. Deməli, Kanal S-də aparıcılığa başlayan meyxanaçı Rüfət nasosunu işin çətinliyindən danışıb. Deyir ki, şənbə və bazar günləri 2 saat 30 dəqiqə veriliş aparıram. Biz kiçik səhvlər edirdik, amma digər insanları qınayırdıq ki, niyə belə eləyirlər? Hazırda görürəm ki, aparıcılıq çox çətin işdir. Verilişimdə cəmi 6 dəqiqəlik reklam var. 2 saat 24 dəqiqə danışıram. Üstə gəl, canlı ifalar yoxdur, yalnız fonoqramdır. Çox çətindir. İllər ərzində necə dözmüsünüzsə, heyranam deyir Rüfət. Deməli, Rüfət 2 saat 24 dəqiqə danışırmış. Başa düşmədim ay Rüfət. Sən qonaqların ağzına su alıb dayanır, ancaq veriliş boyu sən danışırsan. Canlı ifalar yoxdur deyir. Niyə? Çünki canlı ifa olanda müğənnilər adətən mahnıya qatırlar. Necə deyərlər? Papuri eləyirlər. Bir də görürsən ki, müğənnilər 7 dəqiqədir oxuyur, 10 dəqiqədə oxuyur. Onda aparıcıların işi rahat olur. Fonoqram olanda isə 3 dəqiqə, uzağı da
4 dəqiqə mahnı səsləndirdikləri üçün Rüfət Nasosnuya çətinlik düşüb. Bəli, bəzi adamlar qıraqdan baxırlar döyüşə və deyirlər ki, nə qədər asandır. Aparıcı olmaq, düz, indi Rüfət Nasosnu da aparıcı olmayacaq heç vaxt. İndi efirə çıxmaq təbii ki, aparıcı olmaq deyil, həm də Kanal S-dəsənsə bir ömürdə aparıcı olmasan, amma verilişin olacaq. Elə 2 saat yarım mı, 3 saat mı o kanalda meydan sulayacaqsan, bundan rahat ol. Bəlkə də yeganə kanallar içərisindədir ki, səndən ayvala, aparıcı kimi danış deyə heç kim heç nə soruşmayacaq. Rahat-rahat işini görəcəksən. İndi hər halda dəvət almısansa, Rüfət Nasosnu demək ki, o qapı sənə açıqdır. Yəni, aparıcılıq kənardan göründüyü qədər asan bir məsələ deyil. Düzdür, bunu da o qədər urvatsız eləyib ki, bəzi aparıcılar, aparanlar, idarə eləyənlər yox, aparanlar o qədər urvatsız eləyiblər ki, ona görə də kimi efirə dəvət etsələr, o da qaça-qaça gedir, elə bilir ki, veriliş apara biləcək. Xeyr, veriliş aparmaq məsuliyyətdir. Birinci, özünü aparmalısan. İkinci, danışığını bilməlisən. Üçüncü, mütləq şəkildə izləyicilərinə enerji ötürməlisən. Qonaqlarınla davranış şəklini bilməlisən. Ümumiyyətlə, aparıcıya xas hər şey səndə cəmləşməlidir. Amma dediyim kimi, Kanal S-dəsənsə, ürəyini buz kimi saxla. Hələ orada yəqin ki, çox işləyəcəksən. Bir də ki, siz meyxana ustadları bədahədən meyxananı deyə bilən adamsınız. Ona görə də qonaqlarınız üçün sual tapmaq, onlara sual vermək sizin üçün çətin olmamalıdır. Valla televiziyanın dərdi bir deyil, iki deyil. Hansından danışasan, hansını müzakirə eləyəsən, nə deyəsən. Bugün bir reallıq var ki, televiziyalar artıq öz fəaliyyət dərnəyini keçib. Bəzisini deyəcəm xüsusi olaraq. Çünki gözəl verilişlər təqdim edən televiziyalarımız da var. Öz fəaliyyətdə isə, öz fəaliyyətlə məşğul olanlar işləyəcəklər. Bu da təbii olan bir şeydir. Elə televiziyadan danışmışkən, müğənni Cananın bir ifasını bəyənmişdim ki, o da alayarımçıq qaldı. Niyə? Canan özündən getdi. Efirlərin birində baş verib bu hadisə və Cananı çox adam əməkdar artistimiz, gözəl və dəyərli xanım Mətanət xanım İskəndərlinin keçmiş gəlini kimi tanıyırlar. Və deməli, Günə Uğurla verilişinin qonağı olub və mahnını elə oxuyub, sonra da nəysə gəlib oturub, mənim çox dəyər verdiyim Ofeliya Şabanovanın yanında və mahnını oxuyub, necə deyərlər, başını qoyub yerə. Birisinin canlı efirdə halının pisləşməsi çox normaldır. Bir neçə ay bundan öncə eyni şeyi mən yaşamışam. Amma biri də var ki, o obrazı yaradırsan. Mənə şəxsən elə gəldi ki, Canan xanım o obrazı yaratdı. Özü yaratmaq istəmədi ha. Verilişin aparıcısı biz reyting verməliyik yanaşması ilə mən düşünürəm ki, Canan xanım oxuyuq ya, elə ki, güya ürəyin getdi deyə əvvəlcədən planlaşdırılmış bir şeyi etdilər onlar. Yenə də deyirəm, indi axı gözəl danışıq yox, reyting vermək savaşındadılar aparıcılar. Və reyting uğrunda bir də görürsünüz ki, bir-birlərinə də söz atırlar. Bu efirdən o efirə, Space-dən ATV-yə, ATV-dən Xəzərə atışmadır göydə. Kim kimdən çox reyting verdi, çox reyting verdi. İndi bu aparıcıya da deyiblər ki, nə inirsən, reyting verməlisən də. Reyting vermək üçün də nə inəməlisən? Ya ürəyin getməlidir, ya nə bilim, danışdığın yerdə kipriyin qopub düşməlidir, ya nə bilim, dişin düşməlidir danışdığın yerdə, ayağın ilişməlidir, yıxılmalısan, neysə bir şey olmalıdır, bir hadisə baş verməlidir. Və burada da indi böyük ehtimal ki, əvvəlcədən Cananı məlumatlandırıblar və bu senari qurulub. Niyə deyirəm senaridir? Mən çox sevirəm. Mənə çox əziz və doğma olan Ofeliya xanım Şabanovanı.
Amma deyim ki, Ofeliya xanım rol oynaya bilmir. Çünki özüdür deyə rol oynaya bilmir. Burada məsələn Ofeliya xanım düşünürəm ki, bunun ssenari olduğunu bildirdi. Kənara baxmağı ilə, filanı ilə. Yanında birisinin ürəyə getsə, bütün diqqətin orada olmalıdır. Artıq kameralara ora-bura ki, nətər yıxıldı, düz yıxıldı, nətər ürəyə getdi. Dediyimiz kimi idimi, alındıra bildikmi yanaşmasını sərgiləməməlidir gözləri ilə, baxışı ilə. Məsəl üçün, mənə görə görüntünü analiz eləmək qabiliyyətim var, düşünürəm. Və mənə görə bu bir qurulmuş ssenari oldu. Və beləcə, yəqin ki, bu verilişdə reytingini az da olsa qaldıra biləcək. Canay xanımlar, sizin üzərinizdə əməlli başlı reyting savaşı aparılır. Fikir verirsiniz, yıxılan xanım olur. Zaurun verilişindəki qız. Burada yenə də ürəyə gedən xanımdır, Canan xanımdır. Nə bilim, paltarı cırılan xanımdır. Hönkür-hönkür ağlayan xanımdır. Ümumiyyətlə, son dövrlər kişilərin xanımlarla reyting tutması məsələsi var. Məsələn, sosial şəbəkələrdə görmüsünüz də, mütləq bir kişi oturub video çəkir. Səidə xanıma demək istəyirəm ki, və ya da üzümü Səidə Bəkir qızına tutub deyirəm. Biri şəklimi qoyur və bilirlər ki, mənim şəklim varsa, izləyici baxacaq da, ora əksəriyyəti baxacaq. Şəklimi qoyur və başlayır mənim danışığımı analiz eləməyə. Ağsaqqal kişiyə düzgün demədi. Ona maraqlı deyil, ağsaqqal kişi ondan əvvəl nə demişdi ki, Səidə ona o cavabı verdi. Əsas məsələ odur ki, Səidənin adını çəkin və şəklin qoyun ki, 835 izləyicimin sayı 1835 olsun. Yəni, bu kişilərin son dövrlər ümumiyyətlə sosial şəbəkələrdə bu addımlarını heç başa düşə bilmirəm də. Yəni, bir kişinin ümumiyyətlə qadın üzərində müzakirəsi, qadının şəklini qoyub danışması və ya da ki, Canan, sənin güya ürəyin gedir, bunu elə bizə reyting gəlir deməsini həqiqətən də mən anlamıram. Demirəm, 100% belə eləyiblər. Amma mən məsəl üçün baxdım, qurulmuş səhnə idi. Qurulmuş səhnəyə gedindən baxan kimi bilirsən ki, bu qurulmuş səhnədir. Ona görə artıq neçənci dəfədə deyirəm ki, son illər Azərbaycan kişilərinin bəzisini mən anlamıram. Utanmırlarmı bir qadının şəklini qoyub üzərində şərh verməyə? Özlərinə necə yaraşdırırlar bir qadının yıxılmasıyla, ürəyinin getməsiylə reyting qazanmağı? Və bir də ki, oturub belə uzun bir müzakirə açırlar. Bir də görürsünüz, sosial şəbəkələrdə bir neçə kişi yığıldılar bir yerə. Səidə dünən filan sözü dedi, üzərində 5 kişi baş sındırır. Səidə ilə danışmaq, Səidə haqqında danışmaq, balaca uşağın da bacaracağı bir şeydir. O qədər adidir Səidə ilə bağlı danışmaq. Bir dənə söz dedin, müzakirə açıla bilər. Amma o kişilərə buradan demək istəyirəm ki, o qədər ciddi danışılacaq mövzular var. Bir qədər ürəkli olun, bir qədər özünüzdə təpər hiss eləyin. Bir qədər qorxunu kənara atıb, cəsarətli olun və diqqət çəkiləcək məsələlərə diqqət çəkin. Mənim sözümün dərdini çəkməyin valla. Danışdığım sözdə səhvim varsa, onsuz da səhvimin cavabını özüm verəcəm. Və çox gülünc görsənirsiniz qıraqdan 5 kişi oturur. Niyə belə dedi? Səidə Bəkir qızı baş sındırır, baş sındırır, baş sındırır. Başınızı sındırmayın, onsuz da onun mənasını bilməyəcəksiniz. Bilsəydiniz, onsuz da o müzakirəni açmayacaqdınız siz. Demək, siz anlamamısınızsa deyiləni. 5 gündə müzakirə etsəz, bir nəticəyə varmayacaqsınız, olmayacaq. Çünki nəticəyə gəlmək üçün diqqətlə dinləmək şərtdir. Çox ciddi məsələlərə diqqət yetirin. Hansından ki, mən danışa bilirəm, amma cürət eləyib indiyə qədər siz ağzınıza almamısınız. Məsələn, şəklimi qoyub danışan o kişilərə buradan demək istəyirəm ki, yəqin ki, sizin də qarşınıza çıxır da ölkə xaricindən söhüşün birini 1 qəpikdən yox, 0,1 qəpikdən söyənlər,
ölkəmizi aşağılayanlar, Azərbaycan qadını və bəyi demədən ağzından çıxan ən iyrənc sözləri ölkə xaricindən ölkə daxilinə yağdıranlar yəqin ki, qarşınıza çıxır. Elə ürəklisiz, elə yaxşı oğlansız, sözünüzü onlara deyin də, onların şəklini qoyun, üzərindən danışın. Etməyəcəksiniz heç vaxt. Bilirsiniz niyə? Çünki qorxaq və cürətsizsiz. Amma sizin qorxduğunuzu illər əvvəlində, bugünün özündə də mən demişəm. Ona görə də rahat buraxın artıq şəkillərimi. Şəkillərim belə sizdən yorulub. Dünyasını dəyişən Cümşüd bəyi yəqin ki, xatırlayırsınız. Xatırlamırsınızsa xatırlatma verim. Dayandığı yerdə yol çöktü və Cümşüd bəy kanalizasiya sularına qərq oldu, getdi. Bir neçə kilometrdən sonra onun cəsədini tapıb çıxarmaq mümkün oldu. Onsuz da bu dərd böyük dərddir. İllərlə, əzab-əziyyətlə böyütdüyüm balan bir göz qırpımında sulara qərq oldu, getdi. Ananın bu dərdi azmış kimi indi bir də su kanal idarəsi ilə əlbir olan qaynından əziyyət çəkir. Deyir ki, qaynım məni təhdid eləyir. Deməli, Baksol yolu adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb həyatını itirən 28 yaşlı Cümşüd Cümşüdlü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham olunan Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza bərpa üzrə sahə rəisi Azər Cümşüdovun məhkəməsinin növbəti prosesi keçirilib. Dövlət ittihamçısının suallarını cavablandıran Cümşüdov bildirib ki, həmin ərazidə mayın 14-də çökmə baş verib. Bədbəxt hadisənin baş verdiyi ərazi də mayın 14-də məhz çökməyə məruz qalan ərazi olub. Mən həmin vaxt təqribən 1 kilometr uzaqda çalışırdım. Operativ idarəetmə mərkəzindən bizə çökmə ilə bağlı məlumat verildi. Biz də ərazini qanuna uyğun olaraq lentləyib, müvafiq xəbərdarlıq nişanları qoyduq. İyunun 4-də rəhbərlikdən dedilər ki, o ərazidən çıxın, daha sizin orada işiniz qalmayıb. Baksol yolunda çöküntü olduğu kimi qaldı. Və iyunun 26-sında bu hadisə baş verdi. İyunun 30-da isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidməti məlumat yayıb və hadisənin səbəbini geniş açıqladı. Azər Cümşüdov bunun sahibkarlar tərəfindən edildiyini bildirib. Biz həmin ərazini lentlədikdən sonra sahibkarları xəbərdar etdik. Onlar isə xəbərdarlığa məhəl qoymayaraq işarələri daha doğrusu sökdülər. Ərazinin üzərinə kosmetik dik taxta töküblər və hətta təmir metallar da qoyublar. Yolda ağırlığa dözməyib çöktü. Zərər çəkən Cümşüd Cümşüdlünün anası məhkəmədə qeyd edib ki, o şikayətini geri götürməsi ilə bağlı öz qaynı tərəfindən təhdid olunur. Mənim qaynım Vidadi Abbasov da Azərsuda rəhbər vəzifədə çalışır. Azərsuda məsul vəzifədə olmaq olar. Hətta Azərsudan daha böyük bir qurumda məsul vəzifədə ola bilərsən. Amma sənin kreson sənə icazə vermir ki, bir ananın heysiyyatı ilə oynayasan. Hələ o sənin qardaşının həyat yoldaşıdırsa. Mən əmimə deyirəm, sən mənim ata əvəzimsən. Çünki onu qazanıb. Burada isə Cümşüdün əmsi deyir ki, əsas mənim kreson mənim vəzifəm olsun. Cümşüddür də, öldü. Bənzətmə eləsən belə deyir, düzdür. İndi bir əmi o cürəti özündə tapıb gedib deməz qardaşının yoldaşına ki, əşi Cümşüddür də, ölüb şikayətini geri götür. Yoxsa sənin üçün pis olar ha. Bəlkə də içindən keçir demək. Nə də olsa bir əmi adına görə ola bilsin ki, hardasa özünü sıxır və boğur. Bilmirəm, insanlığımızı nə zaman, harda itirmişik, amma nə qədər axtarsaq da tapa bilmirik ki, bilmirik. Daha bu həyatda nələr eşitmədik biz. Ata qızına təcavüz etdi, eşitdik. Qardaşla bacı intim əlaqədə oldu, eşitdik. Ana, oğlum olmadan yaşaya bilmərəm, o mənim sevgilimdir, deyildi, onu da eşitdik.
Dayı öz bacısı uşaqlarını baltadan keçirdi. Biri öldü, biri yaralandı. Bundan da xəbərimiz oldu. Əmi öz vəzifəsi üçün öz kreslosundan tərpənməsin deyə qardaşının yoldaşını təhdid elədi. Bunu da eşitdik. Bu həyatda hər şey müvəqqəti olduğunu anlamayan əmiyə demək istəyirəm ki, sizin kimi əminin olmağındansa olmamağı daha yaxşıdır. Qiymətlərimi öyrənmək istəyirdim. Buyurun gelin öğrenin kızlar. Ben o kadar adamlar burada telefonla gerekli bütün sıkan danışam. Gelin burada otaqda var bütün qiymətlər gelin öğrenin kaçın. Biz şöbəyə yaxınlaşmalı deyilik axı. Bir dəfəlik bunu siz starostaya atın PDF olaraq. Biz öz qiymətlərimizi öyrənək də hər birimiz sizə bir-birinə zəng eləməliyik. Özünə yaxınlaş. Gel özünüz yaxınlaşın. Zəhmət olmasın mənim qiymətlərimi deyə bilərsiz. Bakı Texniki Kollecində deməli bir tələbədir və şöbə müdiri ilə danışır. Xəbərin başlığı da belədir ki, Bakı Texniki Kollecində rüşvət iddiası şöbə müdiri işdən çıxarıldı. Sosial şəbəkələrdə Bakı Texniki Kollecində tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunduğu ilə bağlı iddialar yayılır və iddianı yayan tələbənin sözlərinə görə onlar qiymətlərini öyrənmək istədiklərində Nəqliyyat və Logistika şöbəsinin müdiri Elçin Haqverdiyev şöbəyə gəlmələrini tələb edir və onlardan pul istəyir. Kollecdə sistemli rüşvətxorluq və imtahan saxtakarlığı halları da baş verir. Tələbələrdən yüksək qiymət yazılması üçün pul tələb olunur, pul verməyənlər qəsdən kəsilir. Pul verən tələbələr imtahandan əvvəl ayrı otaqda sual və cavabları yazır, imtahanda isə formal olaraq otururlar. Sonradan cavab vərəqləri dəyişdirilir və maksimum qiymət alırlar. Şöbə rəhbərliyi qiymət jurnalına birbaşa müdaxilə eləyir. Tələbələr öz qiymətlərini öyrənmək istəyəndə şöbəyə gəlin deyilir və nəticədə şöbədə o uşaqlardan pul istənilir deyə iddialarda qeyd olunur. Və bizim media mövzu ilə bağlı Bakı Texniki Kolleci ilə əlaqə saxlayıb, kollecin tədris işləri üzrə direktor müavini Cəlal Qardaşov açıqlamasında rüşvət iddialarını təksib eləyib. Elə bir şey yoxdur, tələbə də gəncdir, onun da özünün iddiaları var. O iddia təsdiq olunmadı, amma digər məsələlər həll oldu. Tələbələrin valideynləri ilə də görüşdük. Tələbədir, qiyməti vaxtında öyrənə bilməyib, o da olan işdir. Kollec rəsmisi bildirib ki, adı çəkilən şöbə müdiri Elçin Haqverdiyev işdən öz ərizəsi ilə çıxarılıb. Əgər rüşvət halı yoxdursa, Elçin Haqverdiyev nə üçün ərizə yazıb işdən çıxır ki? Sualına cavabında isə Cəlal Qardaşov belə deyib. Elçin Haqverdiyev tələbənin qiyməti vaxtında elan olunmadığı üçün işdən çıxdı. Bu yerdə ürəyimdən qəşəng bir, necə deyərlər, o şək eləyib gülməyi keçir. Deyir ki, tələbənin qiymətini vaxtında demədiyi üçün tələbəyə biz onu işdən azad etmişik. Niyəsə bu tip adamlara elə gəlir ki, biz bir konfetə allanan balaca uşaqlarıq. Hələ də anlamırlar ki, onlar cavabları ilə özlərini ifşa eləyirlər. Cənab Prezident İlham Əliyev dəfələrlə danışanda rüşvətxorluqla bağlı hər birimiz mübarizə aparmalıyıq deyir. Rüşvət almayın deyir. Hər bir vətəndaşın yanında özünüzü hiss eləyin deyir məmurlara. Amma bizim bəzi məmurlar, bilmirəm, ya yuyunanda qulaqlarını yaxşı yumurlar, ya qulaqlarında problem var, ya da ki, özlərini, necə deyərlər, karlığa qoyurlar və eşitmirlər deyilənləri. Bir tələbənin bugün nə qazancı var ki, siz ondan qiymət yazılması üçün pul tələb eləyəsiniz. Tələbələrin hamısı valideynin əlinə baxır və bugün elə valideyn var ki, övladına yol pulu tapmaqda belə çətinlik çəkir. Siz tələbə ilə işləyirsinizsə, siz yəqin ki, görmüsünüz ayaqqabısı cırıq olan tələbəni də,
Ac olanda bir dönər alıb yeməyə pulu olmayan tələbəni də yəqin ki görmüsüz. Çünki tələbənin adı üstündədir. Bu adam tələbədir. Amma görə bu qədər də görməzdən gəlməyi seçmisiniz və sonra da bu şəkildə də işdən sizi ayrırlar. Amma çox gülməli bir açıqlamaydı. Bu açıqlamanı verən Cəlal Qardaşov. Bir müəllimi bununla bağlı işdən çıxarmaq olmaz ki, o tələbənin qiymətini zamanında deməyib və yaxud da ki, gecikdirib deyib. Bu yerdə bir söz demək istəyirəm. Gedin, özünüzü ələ salın.